Narsistləri həqiqi mənada yaxşı tanıyan insanlar, yəni onlara bələd olan insanlar dəqiq bilirlər ki, onlar səhvlərini boyunlarına heç vaxt almırlar. Çox, çox, çox nadir hallarda. Harda ki o məcburdur. Yəni harda ki ona bu sərf eləyir də, yəni artıq burada heç bir yolu yoxdur, düzdürmü? Çox sıxışdırılıb hədsiz dərəcədə və məcburdursa onda hə. Amma ki, narsistin yəni ki, heç vaxt səhvini boynuna almamağa əksər hallarda bu ondan irəli gəlir ki, çünki utanc hissindən bu insan qaçır. Çətinə düşübsə, dara düşübsə, aləm dəyibsə bir-birinə, hər şey qarışıbsa bir-birinə, onun üstündə başlayır bir başqasını günahlandırmağa. Nədən? Yəni deyir səhv sənin səhvindir. Çünki utanc hissindən qaçır axı. Yəni ona görə də sənə bunu ötürür. Səni ötürdükcə bunları o utanc hissini sən başlayırsan yaşamaq, hiss etməyə. Utanc hissini, günahkarlıq hissini, düzdür? Və sən bunları hiss etdikcə səndə qəzəb də artır. Sən qisas almaq sonra istəyi yaranır səndə. Yəni ki, faktiki olaraq hər zaman narsist həm hansı hissləri aşırı hiss edibsə, həm hansı hisslərdən qaçıbsa, faktiki olaraq onları hamısı sənə ötürmüş olur. Öz yaşadıqlarını sənə yaşatmağa çalışır və başarır da bunu.